Salam dəyərli izləyicilər, dəyərli futbol sevərlər, ekrana yaxın olsun. Azərbaycan və dünya gündəmində hansı transfer xəbərləri var, bunlardan xəbərdar olacaqsınız. Qarabağ komandası 8 futbolçu ilə danışıqlar aparır, xüsusilə 3 futbolçu Qarabağın heyətinə qoşulmaq üzrədir. Bu futbolçular hansılardır? Bir qədər sonra bu barədə məlumat alacaqsınız. Juninho'nun İspaniyaya transferi isə deyəsən təxirə düşəcək. Bir qədər sonra daha ətraflı məlumat alacaqsınız. Kanala abunə olun, bildirişləri açıq tutun, şərhlər bölümündə fikirlərinizi yazın. Eyni zamanda dostlarınızla videonu paylaşmağı da unutmayın. Mən isə xəbərlərin geniş təfsilatına keçid alım. Dəyərli izləyicilər, indi isə xəbərlərə keçid alım. Qarabağa keçəcək 3 futbolçu haqqında danışmazdan öncə bir sıra maraqlı xəbərlər var. Qısa olaraq onları sizin nəzərinizə çatdırım. Qeyd edim ki, hər sonraki xəbər öncəki xəbərdən daha maraqlıdır. Ona görə də videonu sona qədər izləsəz, sizin üçün də maraqlı olacaq. Videonu bəyənməyi və paylaşmağı da unutmayın dəyərli dostlar. Mən isə ilk öncə dünya transfer bazarında nələr baş verir ona bir nəzər yetirim. Real Madrid komandası 100 milyondan keçməyə hazırdır. Arsenalın 23 yaşlı gənc müdafiəçisi Salibanı transfer etmək üçün. William Saliba əgər bu qiymətə transfer olunarsa, bu müdafiəçi üçün xərclənmiş ən böyük məbləğ olacaq. İndiyə qədər futbol tarixində müdafiəçi üçün bu qədər pul xərclənməyib. Qeyd edək ki, Transfermarkt saytı William Salibanın qiymətini 80 milyon avro göstərir. Real Madrid isə bu transferin baş tutması üçün 100 milyon avrosundan keçməyə hazırdır. Muhammed Salah Liverpool'un futbolçusu PSG-yə keçə bilərdi. PSG komandası onun həftəsinə 500 min avro belə deyək, təklif edir. Yəni 14 günə belə deyək, 1 milyon avro qazanacaqdı PSG-də oynasaydı. Amma Liverpool komandası özü 400 min avro təklif edib Muhammed Salaha və aldığım son dəqiqə məlumatına görə Muhammed Salah Liverpoolda yoluna davam etməyə qərar verib. Baxmayaraq ki, PSG komandası daha böyük məbləğ təklif edirdi. Bu arada Ronaldo'nun Fransanın PSG komandasına keçidi ilə bağlı xəbərlər də yayılmışdı. Bildiyiniz kimi Ronaldo böyük beşlik ölkələrindən yalnız Fransa çempion olmayıb. PSG-nin heyətində Fransa çempionu da ola bilər deyə maraqlı bir xəbər yayılıb ki, Ronaldo məhz PSG-yə keçir. Ancaq insider Ronaldo'nun PSG-yə keçidi ilə bağlı xəbərləri təkzib edib. O bildirib ki, Ronaldo hal-hazırda PSG ilə hər hansı danışıqlar aparmır. O hal-hazırda Səudi Ərəbistanda Əl Nəsrin düşərgəsində 19 maçda 16 qol vurub 3 məhsuldar ötürmə ilə yadda qalıb. Hal-hazırda Transfermarkt saytında Ronaldo'nun transfer dəyəri cəmi 12 milyon avro göstərilir. Qeyd edim ki, Cristiano Ronaldo Əl Nəsrlə müqaviləsi 2025-ci ilin, yəni bu ilin yayında yekunlaşır. Ronaldo isə müqaviləni uzatmağa tələsmir, baxmayaraq ki, Əl Nəsr yeni təklif irəli sürür. Bu arada maraqlı bir xoş xəbərdir sizin nəzərinizə çatdırım. Cənubi Azərbaycan klubu Traktor Sazi deməli İran çempionatında növbəti qələbəsini qazanıb. 3-0 hesabı ilə qələbə qazanan Traktor komandası 15-ci turda İstiqlal Xuzustanı 3-0 hesabı ilə üstələyib və liderliyə yüksəlib. Hal-hazırda Azərbaycan komandası hesab olunan Traktor komandası İran çempionatında liderdir. Bu arada Neftçi komandasında bir ayrılıq baş tutub. Bu barədə bir qədər sonra məlumat verəcəm. Sərgən Yalçın Türkiyənin Beşiktaş komandasının baş məşqçisi ola bilər. Bildiyiniz kimi Beşiktaş komandasında prezident dəyişikliyi baş verdi və Sərdar Adala 52 yaşlı mütəxəssisi, yəni Sərgən Yalçını Beşiktaşa gətirmək istəyir və onunla 3,5 illik müqavilə bağlamağa razıdır. Bax, dünya futbol arenasında bu kimi maraqlı xəbərlər var. Qaydaq indi ölkəmizdə nələr var, nələr yox, bir də ona nəzər yetirək. Elə Türkiyədən söhbət düşmüşkən, Turan Tovuz komandası bildiyiniz kimi Antalyada təlim məşq toplanışında başlayır. Sabah ayın 4-dən 13-nə qədər Türkiyədə təlim məşq toplanışında olacaq. Artıq bir rəqibi də bəllidir. Belə ki, Rumıniya Super Liqasının outsideri Gloria Buza ilə yoxlama görüşü keçirəcək Turan Tovuz. Görüşün vaxtı hələ müəyyən edilməyib. İkinci rəqib də olacaq, amma onun da kimliyinə hələ ki aydınlıq gəlməyib dəyərli dostlar. Bu məlumatlar yenilendiksə sizin nəzərinizə çatdıracağıq.
Növbəti xəbərə keçid alaq. Bir qədər öncə dedim, Neftçi komandası deməli legioner futbolçusu ilə yolları ayırıb söhbət Mark Tamaşla gedir. Mark Tamaşla 31 yaşlı futbolçu ilə qarşılıqlı razılıq əsasında müqaviləyə xitam verilib. Hal-hazırda Mark Tamaşla bir sıra komandaların maraqlandığı da qeyd olunur. Qeyd edək ki, 2023-cü ildə Ağqaralara keçən oyunçunun sözləşməsinin müddəti bu ilin yayına qədər idi. 6 ay öncədən xitam verildi müqaviləyə. Dəyərli dostlar, Emin Mahmudov, Neftçi komandasının kapitanı artıq sağalıb və komanda ilə bu gündən etibarən məşqlərə başlayıb. 32 yaşlı yarım müdafiəçi bu barədə özü məlumat verib. Qeyd edək ki, Emin Mahmudov Azərbaycan yığmasının noyabrın 16-sında Estoniyaya qarşı keçirdiyi UEFA Millətlər Liqasının maçından əvvəl məşq zamanı zədələnmişdi. Bəli, bu Neftçi azarkeşləri üçün xoş xəbər ola bilər. Dəyərli dostlar, növbəti xəbərə keçid alaq və sonda sürpriz xəbərləri sizin nəzərinizə çatdıracağıq. Deməli, Qarabağın futbolçusu Redon Cizanı bildiyiniz kimi adı bir sıra Albaniya klubları ilə səslənirdi. Bunlardan Partizani, Tirana və Egnatiyanı qeyd etmək olar. Egnatiya komandasının prezidenti isə açıqlama verib ki, bəli, biz Redon Cizanı yaxşı tanıyırıq və onun Qarabağda o qədər də şans almadığını da bilirik. Amma hal-hazırda Redon Cizanı transfer etmək bizim planımızda yoxdur. Bu qeyd edim ki, bu barədə xəbərlər Albaniya mətbuatında yayılmışdı ki, məhz Redon Ciza Egnatiyanın hədəfindədir. Dəyərli dostlar, Qarabağ komandası müəyyən transferlər həyata keçirmək istəyir. İntensiv danışıqlar gedir. Rəhbərliyin tapşırığı ilə komandanın müdafiə xətti, hücum xəttinin gücləndirilməsi üçün güclü tədbirlər görülür. Yaxın günlərdə bir neçə transferin reallaşdırılacağı da gündəmdədir. Onu da qeyd edim ki, Juninho artıq Bakıya gəlib və Qarabağ komandası ilə bugünkü məşqlərə qoşulub, dəyərli dostlar. Yəni, Sevilla ilə hər şey yolunda getsəydi, İspaniyaya getməli idi, tibbi baxışdan keçməli idi. Amma ki, hələ ki görünür, danışıqlar müsbət yekunlaşmaq istiqamətində getmir. Ona görə də Juninho Bakıya gəlib və Qarabağla məşqlərə qoşulub. Ümid edirəm ki, elə Qarabağda qalmağa üstünlük verəcək. Məncə Qarabağın hücum xəttinin çox zəifləməsinə səbəb olacaq. Onun gedişi ilə qarşıdakı Avropa Liqası oyunlarında Musa Qurbanlı, Nəriman Axundzadəyə güvənərək oyuna çıxmaq məncə o qədər də inandırıcı görünmür. Qurban Qurbanov hətta Junior'un gedişinə icazə versə belə düşünürəm ki, yanvarın sonundan sonra icazə verəcək. Bu arada Qarabağ komandası xəbər vermişdi sizə, Qvineyalı bir futbolçunu transfer etmək istəyirdi. Eyni zamanda Gürcüstanlı bir futbolçunu, daha bir Qvineyalı futbolçu da Qarabağın hədəfindədir. Bu barədə məlumat verəcəyik və xəbərin əsli asları varmı, onu da sizin nəzərinizə çatdıracağıq. Deməli, hardasa bir 10 gün öncə mən sizə xəbər vermişdim. Qarabağ komandası Botev klubunda çıxış edən Qvineyalı futbolçu Antoine Conte'ni heyətinə qatmaq istəyir. Hansı ki, vaxtıkən PSG-nin düşərgəsində top qovub, çox professional bir futbolçudur. Düzdür, həyatı ilə bağlı müəyyən qalmaqallar yaşadığına görə bu karyerasına da təsir edib. Amma 31 yaşlı futbolçu məncə Qarabağ üçün çox belə yaxşı seçim olar. Hər halda Antoine Conte həm Fransa vətəndaşıdır, həm Qvineya vətəndaşıdır və hal-hazırda Qvineya millisində çıxış edir. Aşağı yaş qruplarında 17, 18, 19, 20, 21 yaşlarında Fransa millisinə dəvət alıb, hətta 19 yaşlı milli komanda 2 dəfə fərqlənməyi də bacarıb. Bəli, bu futbolçu ilə danışıqlar hələ ki davam edir, amma son nöqtə hələ ki qoyulmayıb. Yaxın günlərdə bu futbolçunun çox güman ki, Qarabağın düşərgəsinə qoşulduğunu görə bilərik. Bununla yanaşı, Gürcüstanlı futbolçu Laşa Divalinin də Qarabağa keçidi ilə bağlı xəbərlər var və eyni zamanda danışıq prosesi davam edir. İnşallah ki, müsbət yekunlaşar. Bu futbolçu xüsusilə mənim diqqətimi çəkdi. Hündür boylu, təqribən 1,91 m boyu olan, hündür boylu və kifayət qədər effektiv bir mərkəz müdafiəçisidir ki, hal-hazırda
Qarabağ komandasının mərkəz müdafiədəki yaranan problemi məhz bu futbolçular vasitəsilə aradan qaldırmaq olar. Antoine Conte və Lasha Divalinin transferi məncə Qarabağ üçün hava su kimi vacibdir. Bu arada daha bir hücumçunun Qarabağa transferi ilə bağlı xəbər var. Astananın futbolçusundan söhbət gedir. Qazaxıstan Astana klubunun Qvineyalı hücumçusundan söhbət gedir. Bu futbolçu barəsində də sizlərə məlumat verim. Söhbət Osman Kamaradan gedir. Düzdür, hündür boylu futbolçu deyil. Baxmayaraq ki, hal-hazırda Qarabağa hündür boylu bir futbolçunun olması vacibdir. Çünki ikinci mərtəbədə zəif təsir bağışlayır. Hal-hazırda transfer dəyəri 700 min avro kimi göstərilir. Bu barədə Gürcüstanın deməli mənbələri məlumat verir. Söhbət ondan gedir ki, Qarabağ komandasının bu futbolçu ilə maraqlandığı bildirilir Gürcüstan mətbuatında. Çünki Dinamo Tbilisi komandası ilə Gürcüstan çempionu olmuş bir futbolçudur. Daha sonra Qazaxıstan təmsilçisi Astanaya transfer olunub. Hal-hazırda 26 yaşı var. Sol cinah yarım müdafiəçisidir. Əslində Abdullah Zubirin mövqeyində Addayini əslində transfer etmişdilər. Bu mövqeyə bu futbolçunun da transfer olması məncə yaxşı olar. O zonda rəqabət yarada bilər. Məncə Qarabağ komandası sırf hücumçu kimi bu futbolçunu transfer etmək istəmir. Yəni Abdullah Zubirin mövqeyinə, sol cinaha bu futbolçunu transfer etməyə çalışır. Mərkəz hücumçu olaraq başqa bir futbolçunun da transfer ediləcəyi gözlənilir dəyərli dostlar. Və hal-hazırda bu futbolçu ilə danışıqlar gedib-gedilməsi barəsində tam dəqiq təfsilatlı məlumatı növbəti videoda sizin nəzərinizə çatdıracağam. Hal-hazırda verilən məlumat sadəcə bu yöndədir ki, Qarabağ komandası Astananın futbolçusunu transfer etməkdə maraqlıdır. Astana ilə 31 dekabr 2026-cı ilə qədər, yəni hələ 2 illik müqaviləsi var bu Qvineyalı futbolçunun. Təbii ki, müəyyən qədər məhsuldarlığı da var, amma məncə Qarabağ üçün mərkəz müdafiə hücumçusu olaraq başqa bir futbolçu transfer olunacaq əgər Juninho gedərsə. Bu futbolçu transfer olunarsa, yenə deyirəm, sol cinah üçün transfer oluna bilər. Futbolçu haqqında daha ətraflı məlumatı da növbəti videolarda sizin nəzərinizə çatdıracağıq. Uğurları nədir? Bir dənə ona da göz ataq, dəyərli dostlar. Hal-hazırda Astana komandasında 28 nömrə altında çıxış edən futbolçu Gürcüstanda Dinamo Tbilisi komandası ilə 2021-2022 mövsümündə Gürcüstan çempionu olub və 2022-2023 mövsümündə Gürcüstan Super Kubokunun qalibi olub. 2023-2024 mövsümündə isə Astana ilə Qazaxıstan Liga Kubokunun qalibi olmağı bacarıb. Qvineyanın milli komandasının 17 yaşlarına dəvət alıb. Bax belə uğurlar da var az-çox, amma Qarabağda məncə uğur qazana bilər. Siz də öz fikirlərinizi yazın. Yeni xəbərlər olduqca sizin nəzərinizə çatdıracağam. Bir qədər açığı desəm, bu hücumçunun Qarabağın düşərgəsinə keçib keçməyəcəyi mənim üçün hələ sual olaraq qalır. Növbəti verilişdə daha geniş, daha ətraflı bu barədə məlumat verəcəm. Kanala abunə olun, bildirişi açıq tutun ki, bütün bunlardan xəbərdar ola biləsiniz. Növbəti videoda görüşmək ümidi ilə sizlərlə sağollaşıram. Hələlik.